Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Artıq 2 həftədən çoxdur ki, cənub qonşumuz İranda ixtişaşlar davam edir. Bir neçə 100 nəfərin öldürüyü bildirilir. İran rejimi geri çəkilmir. Bəs bu, belə bir situasiyada güneydə yaşayan 40 milyondan çox türklərin taleyi necə olacaq? Biz bugün bu mövzuya cavab axtarmağa çalışırıq. Qonağım Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoydur. Zahir bəy, xoş gəlibsiniz. İrandakı son hadisələri aşağı-yuxarı biz həm yerli media kanallarından, həm beynəlxalq kanallardan izləyirik. Olan situasiyalar da artıq məlumdur. İstəyirəm bu məsələyə bundan sonraki hadisələrin gedişini hansı yönə gedir və buradakı bizim İranda yaşayan 40 milyonluq türklər bu məsələnin harasındadır? Mən də salamlayıram hər birinizi, izləyicilərimizi, sizi. Təbii ki, çox mürəkkəb prosesdir və proqnozlaşdırılması bəzi hallarda çətin olan bir proses gedir. Ümumilikdə İran coğrafiyasında hal-hazırda baş verən proseslər demək olar ki, səngimək üzrədir hal-hazırda. Günüzlər İranın özünün siyasi hakimiyyət dairələri insanları küçələrə çıxarır, yürüyüş edir, özlərinin tərəfdarı kimi nümayiş elətdirir. Gecələr əsasən o üsyançılar, rejim əleyhinə olan qüvvələr meydanlara çıxır və son məlumata görə 2000-dən çox insan öldürülüb və bəzi mənbələr daha çox insanın öldürüldüyünü bildirirlər. Amma rəsmi 500-600 də deyirlər. 500-600 də deyirlər. Əslində ona görə fikir söyləmək müəyyən məsələlərdə ona görə çətindir ki, artıq neçə gündür internet tam kəsilib, yəni qapalı bir vəziyyət yaradılıb, əlaqə yaratmaq olmur. Ona görə də düzgün və dəqiq məlumatlar əldə etmək çox çətindir. Amma bəlli olan odur ki, rejim öz qəddar metodundan istifadə etdi, dinc əhalini qırdı və bu da gözlənilirdi və tədricən proses səngiməyə gedir və burada bilirsiniz ki, bu Amerika Birləşmiş Ştatlarının prezidenti də bir bəyanat vermişdi, əgər əhaliyə qarşı hər hansı bir zorakılıqdan istifadə olunacaqsa, onlar da güc tətbiq edəcəklər, amma zaman tədricən göstərir ki, belə bir məsələ yoxdur. Daha çox İranın müəyyən dairələri, İran hakimiyyəti Amerika Birləşmiş Ştatlarla danışıqlar aparır hal-hazırda, uzlaşmağa çalışırlar və ola bilsin ki, Trump administrasiyasından da bu gözlənilən bir şeydir. Hər hansı bir iqtisadi maraqlar orada müəyyən mənada hərbi əməliyyatları ümumiyyətlə gündəmdən çıxara da bilər və yaxud bir uzun müddətə ləngidə də bilər. Biz indi əvvəl gördük ki, bu sosial-iqtisadi bir məsələ ilə bağlı irəli sürüldü bu aksiyalar. Daha sonra bu həm də siyasi müstəviyə də keçdi. Amma bundan əvvəl də İranda bir çox olub. Hətta 2022-ci ildə bundan da biraz daha çox oldu. Sizcə bu artıq İranın da bugün istifadə elədiyi siyasi İslam və ideologiyanın özünü tükənmişliyinə gətirib çıxartmır ki? Əlbəttə. Ümumiyyətlə, ümumi İranın siyasi rejiminin çöküşü gedir. Burada təbii ki, iqtisadi məsələlər çox mühüm rol oynayır. Eyni zamanda ideoloji məsələlər də rol oynayır. Eyni zamanda Azərbaycan Respublikası da burada mühüm rol oynayır. Etiraf etmək lazımdır. Ümumiyyətlə, Türk dünyası bu məsələdə mühüm rol oynayır. Varlığınla mühüm rol oynayır. O demək deyil ki, məsələn, Türk dünyası gedir orada ahalini meydanlara çıxarır filan. Yəni bir müstəqil Azərbaycanın mövcudluğu, Turanın yaranması istər-istəməz oradakı türklərə də mənəvi, psixoloji, siyasi baxımdan təsir edir. Bir dövlət modeli olaraq biz onlara görünürük. Bəli, gedir. Orada sosial problemlər doğrudan da çox ciddidir və insanlar o bazar, ilkin bilirsiniz ki, dekabrın 28 idi, səhv etmirəmsə, bazar işçiləri, tacirlər hərəkətə keçdi. Bu da çox istər-istəməz digər şəhərlərə də yansıdı və böyüyə gəldi, bu mərhələyə gəldi, çatdı. Düzdür, bu ixtişaşlar tam mütəşəkkil ola bilmədi, çünki vahid müxalifət yoxdur İran coğrafiyasında. Alternativ formalaşmış, tam formalaşmış alternativ yoxdur. Eyni zamanda
milli məsələlər var. Milli məsələlər var, uzlaşmaya mane olur. Farsların istəyi bir başqadır, Kürdlərin istəyi bir başqadır, Ərəb, Bəluç başqa bir şey, biz türklər başqa. Bu istər-istəməz ümumi harmoniyanı pozur. Amma bütün hallarda sistem süquta gedir və bu mərhələdə bu süqut daha da dərinləşdi. İstər-istəməz bu hadisələrdən sonra rejim bir çox məsələlərdə geri addım atmalıdır. Bilirsiniz ki, o çarşaf məsələsindən bağlı, o Kürd qızı ilə bağlı olan... Demək olar ki, biraz yumuşaldı. İstər-istəməz bir addım məsafə verdilər. Güya ki, nəzərə almırlar. Özlərini hakimiyyət eqaisi göstərsə də müəyyən bir dönəmdən sonra geri addım atdılar bu məsələ ilə bağlı. Zahir bəy, o zaman gəlin, bax, beynəlxalq ekspertlərdə bu hadisə başlayandan əsasən 3 dənə variant irəli sürürlər. Nə ola bilər? Yəni, buradan senari olaraq nə çıxa bilər? Birincisi, İran dövlət olaraq yenə qalır. Hadisələr bayaq dediyiniz kimi səngilir, yatırılır növbəti dəfə və bunun içərisində İran artıq zəifləmiş bir hakimiyyət olur. Daha da zəifləmiş bir hakimiyyət. İkinci senari nə ola bilər? İkinci senari, böhran daha da dərinləşir, bir xaos ortamı yaranır və bu ortamdan sonra İranda federallaşma baş verir. Bayaq dediniz ki, Bəluçlar var, Türklər var, bir federallaşmaya gedir. Üçüncü variant nə idi? Üçüncü variant da odur ki, İran parçalanır. Yəni parçalanma riski var. Düzdür, buna daha çox inanılmır indiki dönəmdə. Çünki buna mən elə gəlir ki, bizim soydaşlarımız da o qədər istəmirlər ki, bu hazırki dönəmdə İran parçalansın. Regionda biz də istəmirik açıqcası, bu zat İranda olur. Bu variantların hansının üzərində danışa bilərik indi? O variantın heç birini önə çəkib ya arxaya atmaq olmur. Yəni, o, bilirsiniz necədir? Adətən bu kimi hallarda projeni cızan nəhəng dövlətlər olur. Əgər prosesi xalq aparmırsa, millətin özü aparmırsa, tam şəkildə, deməli, bunu başqaları daha çox aparır. Və bu aparanların öz maraqları olur, istiqaməti də ona yönəldirlər. Məsələn, biz müəyyənləşdirə bilmərik ki, Amerika Birləşmiş Ştatlarının qurulmasında konkret olaraq məsələ necə həll olub, mətbəxində üzr istəyirəm, necə həll olub? Məsələn, daha çox müşahidə olunan odur ki, Amerika Birləşmiş Ştatları tutalım İranı bir döv istəyir və onlar ilkin addım atdılar, Şahın oğlunu meydana gətirdilər, o siyasi gündəmə gətirdilər və bu Şahın oğlu məsələsi də daha çox İranın bütövlüyü anlayışı şeyinə gəlir, məsələsinə gəlir və təbii ki, burada farsların böyük bir qismi və yaxud 35%, 50% Şahın oğlunu dəstəklədi və tədricən onun reytinqini aldırdılar. Mən indi müşahidə edirəm, burada bəzən bizim bu dostlarımızın politologlar bəzən deyir ki, o heç kimdir, onun nüfuzu sıfır filan belə şeylər deyirlər. Amma həm də elə deyil. Farsların içərisində onu hətta bu mərhələ böyütdülər. Çünki rejimə qarşı o qədər böyük nifrət var ki, yəni o alternativ kimi biraz böyüdə bildilər. Sonra administrasiya, Trump administrasiyası da gördü ki, məsələn, tutalım ki, bu türklərlə tam uyğun gəlmir, nə bilim, Kürdlərlə, oradakı digər xalqlarla uyğun gəlmir, bir narazılıq müşahidə olunur. Təzədən biraz da əlavə cümlə atdı ki, deyəsən bundan tam olmaz, tam hazır deyil, inanmıram dəqiq o adam. Ola bilər, bunu Fars milliyyətçiliyi, ümumiyyətlə bu Rıza Pəhləvi məsələsini ona görə qabardırdı ki, bax o bayaq dediyimiz var ki, İranın parçalanma məsələsi var. Yəni onu bütövləşdirə bilən adam kimi ortaya ata bilir. İndi məsələn bu baxırıq burada kim atır ortaya Rızanı? Bunu Amerika atır. Amerika atırsa, deməli bütövlük istəyənlər atır da bu. Bunlar İran üçün bütövlük tərəfdarıdır. Yəni bütöv və bu fars şovinizminə söykənir. Bu bir fars millətçisi kimi çıxış edir. Və bunlar bu yenə də məsələn əvvəlki özünün ata-babası necə Azərbaycan türklərinə rəftar edibsə, bunun özü də onu davam elətdirmək fikrindədir. Və yaxud indiki molla rejimi necə rəftar edibsə, onu davam elətdirmək fikridir. Bu da farsları qane edir. Yəni farsların içərisində ona görə o nüfuz qazanır və maraq yarada bilir. Amma tutaq gəlirsən Azərbaycan bölgəsinə, tutalım ki, artıq tutaq ki, köhnədən qalma müəyyən bir nəsildə bir 3-5% onun tərəfdarı ola bilər. Geridə qalan 95% bunu qəbul etmir. Düzdür, ümumiyyətlə İran coğrafiyasında türklər iki yerə bölünür.
dünya görüşünə, baxışına görə. Mən Azərbaycan türkləri deyəndə daha çox Təbriz, Urmiya, Ərdəbil, Xoy, Ərdəbil, yəni bu istiqamətdəki türklər da ki onu qəbul etmir. Qəbul etmir, o bir fars şovinisti kimi baxır. Amma məsələn gedirsən Qəzvin, Həmədan, Kərəc, tutalım Tehran istiqamətində getdikcə oranın türklərində biraz fərqli yanaşma var. Onlar da ümumi İran coğrafiyasının qalmasında maraqlı kimi görünürlər. Bax, sizcə Rıza Pəhləvinin üstündə qurmaq istəmirəm söhbəti, amma sizcə Rıza Pəhləvinin gündəmə gətirilməsi və bunu çox açıq, aşkar Amerikanın və İsrailin bir siyasəti olduğunu, arxasında bunların dayandığını təqdim edirlər bu formada, açıq formada. Ola bilər bunu əslində İran elitasının özü bunu qabardır. Çünki İran bu vaxta qədər öz toplumunu necə saxlayır? Xarici düşmən formalaşdırmaqla. Amerika düşməndir, İsrail düşməndir. Sonra vaxt gəlib bizə düşmən kimi baxır müəyyən məqamlarda. Hansı ki, Türkiyənin özünə bu etnik məsələlərdə düşmən kimi yanaşmalarını biz dəfələrlə görürük. Ola bilərmi əhalini, bütün İranı kilitləmək üçün, yəni xarici qüvvələrin bir oyunu kimi göstərib, əslində bunda səngidir bu prosesi. Belə bir variantda düşünə bilirmi? Onun məsələn o çox ifadə, o işlənir, o ifadə, o fikir çox səslənir daha doğrusu. Amma mən ona görə dedim 2 dəfə əgər Trumpdan, Amerika dövlətindən, nə bilim administrasiyadan bunun adı çəkilirsə, bunu İran mollaları edir demək olmaz. Yəni, ola bilsin müəyyən mənada onların da maraqına uyğun gəlir. Amma konkret olaraq bu Amerikadan və Avropadan səsləndirilmiş adamdır bir ilkin növbədə və onlar gətiriblər gündəmə. Sonra da bir geri çəkilmələr müşahidə olunub. Burada məsələn çox faktor var. İstər-istəməz bunlar məsələn Azərbaycan Respublikasının varlığını nəzərə alırlar kənardan. Azərbaycan türkləri nəzərə alınır. Təbii ki, onların da institutu işləyir. Böyük ehtimalla hesab edən Pezeşkan da nəzərə alınır. Və bütün bunlar cəmləşəndə, məsələn, təsəvvürünüzə gətirin, fars bütün xalqa şamil etmək istəmirəm, amma farslarda şovinizm çox güclüdür. Məsələn, bunlar Pezeşkana nifrət edir. Farslar. Məsələn, Xamneyə biraz boşluq görsətsə, Pezeşkanı məhv eləyəsidirlər. Yəni, onu yaşatmazlar. Yəni, o qədər patoloji nifrət var. Etnik kökəninə görə. Bəli, etnik kökəninə görə və bu adama Türkiyənin və Azərbaycanın adamı kimi baxırlar, pan-türkist deyirlər buna, Pezeşkana. Və ona görə də, məsələn, belə dərinə gedəndə İranın içərisində həm legitim adamdır bir türk olaraq, həm etniklər tərəfindən ən çox qəbul olunan hal-hazırda İran coğrafiyasında bir fiqurdur, etniklər tərəfindən və həm də böyük səs çoxluğundan zaten prezident seçilmiş şəxsdir. Fars-türk qarşı durması yaranarsa, tutaq ki, buna alternativ şahın oğlu gəlirsə, Pezeşkan da buna alternativ faktora çevrilə bilir və bu artıq İranı parçalamaq deməkdir. Və bunu parçalamaq istəməyən qüvvələr məcbur olur ki, tutaq şahın oğlu məsələsində də bir addım geri atsınlar. Yəni, İranda vəziyyət çox mürəkkəb. Yəni, İranın dərin dövlətinin Pezeşkiyanı hakimiyyətə gətirməsi çox ağlı düşünülmüş bir şey olduğu günbəgün üzə çıxır. Yəni, Xamneyənin və onun ətrafının ümumiyyətlə bu sistemin Pezeşkan kartından istifadəsi çox ağıllı olub. Yəni, zaman göstərir ki, məsələn, bugün tutaq ki, Azərbaycan türkləri bütün məsələlərdə biraz da Pezeşkanı nəzərə alır. Biz, məsələn, o qədər də aktiv olmadıq bu üsyanlarda, bu şeydə, xalq etirazlarında. Yəni, Azərbaycanlılar ümumiyyətlə etnik türklər deyək ki, həmçinin biz orada türkmənlərdən nəzərə alırıq. Pasivik, yəni. Pasiv oldu. Məsələn, Qaşqaylarda nəzərə alırıq. Yəni, bütün türk toplumu deyirik. Pasiv oldu. Pasiv. Bütün bundan əvvəlki etaplarda da həmişə pasiv olmuş. Yox. Yəni, müəyyən mənada. Amma passivlik niyə dedim? Yox. Passivliyin 2 forması var. İdarə olunan, idarə olunmayan passivlik. Məsələn, əvvəlki passivlik idarə olunan passivlikdir. Əvvəlkilər. Yəni, onu bilirəm nələr nəzərdə tutulur. Amma bu sırə bir çatışmamazlıqlar oldu. Məsələn, bu idarə olunan passivlik deyildi. Yəni, təşkilatlar tərəfindən, bizim milli təşkilatlar tərəfindən idarə olunan passivlik deyildi. Müəyyən mənada biraz təşkilatlarımız gec tərpəndi, ortaq məxrəcə gələ bilmirdilər. Millətimiz meydanlara çıxsın ya çıxmasın. Belə bir şey oldu. Qərar gec qəbul olundu, müraciət olundu, 6-cı gündə çıxdılar.
Bu məsələdə bütöv Azərbaycan ocaqları da müraciət eləmişdi ki, yəni çıxılmalıdır. Nəyə görə çıxılmalıdır? Məsələn, tutaq ki, bu prosesi əsasən farslar apardı. Kürdlər ümumiyyətlə qoşulmadı. Şiə kürdlər biraz iştirak etdi. Ərəb, Bəluç da elə qoşulmadı. Biz də belə orta. Bu Fars bölgələri apardı bu ixtişaşları, bu savaşı Fars bölgələri apardı. Və burada nə baş verir? Bunlar aparırsa, bu istər-istəməz tədricən rejimdən narazı olan digər etnik qruplar da, digər insanlar da bunların ətrafında mərkəzləşir, prosesi aparanların. Əgər bu prosesin önündə tutaq ki, Azərbaycan türkləri gedirsə, istər-istəməz oradakı bütün etnik qruplar da sənin ətrafında mərkəzləşir. Və sabah İranın dağılma anı çatarsa, bir proses olarsa, masada səninlə oturub danışırlar. Amma biz indi bu saat hal-hazırda o masalarda yoxuq. Yoxuq. Bayaq dedik, indi biz həmişə pasiv qalırıq. Təşkilatlanmada mı zəifliyimiz var, yoxsa bəlkə siyasi lider ortaya çıxarda bilmirik? Bu çox fundamental işdir, əbəy. Fundamental işdir. Bu ayrıca belə demək olmaz bunu. Yoxsa ona görə, yoxsa buna. Birincisi, orada ana dilində təhsil yoxdur. Bu ana dilində təhsilin olmaması, orta universitetlərin olmaması, yəni milli şuurun formalaşması üçün, milli kimliyin güclənməsi üçün heç nə yoxdur. Yəni bizim oradakı soydaşlarımız öz tarixini bilmir. Yəni o tədrisdə onlar o tarix elə formada keçirilir ki, onu bilməsə daha yaxşıdır, məsələn. Və bu da milli kimlik şuurunun yaranmasının qarşısını alır. Birinci, ümumi milli kimlik şuur problemi var. Yenə deyirəm, o müəyyən ərazilərimiz istisna olmaqla, məsələn, bu Təbriz, Ərdəbil, Urmiya, biraz bura fərqli bölgələrdir. Amma bu təkcə buradan ibarət deyil ki, İran türkləri. Daha böyük bir coğrafiyanı əhatə edir. İkincisi, ora rejim teokratikdir, diktaturadır. Belə bir rejimlərdə müxalifət olmadığına görə cəmiyyətdə yeni siyasi liderlərin inkişafı çox çətin olur. Yəni, inkişaf getmir, dayandırırlar, boğurlar. Məsələn, hal-hazırda orada tanınmış əsas 2 lider var bizim milli təşkilatlardan. Yürüş Mehralbəyli və Abbas Lisani, hər ikisi həbsdədir. Dərhal götürdülər, imkan vermədilər ki, bu hadisələrdə bu adamlar iştirak etsinlər. Hər ikisi zindandadır. Zahir bəy, siz uzun illərdir bax bununla məşğul olursunuz. Böyük bir qismi də hətta Avropaya çıxıb, Amerikanın özündə də məsələn o siyasi məhbuslardan azad olunub gedənlər var. Orada da təşkilatlanmaların özü zəifdir. Bunun yetərincə beynəlxalq güclər də heç vaxt məsələn İran məsələsində güneyli soydaşlarımıza xüsusi bir dəstək də verməyiblər. Yəni buradan bilirik ki, biz heç vaxt onlar İranın parçalanmağını indiki dövrdə istəmirlər. Əgər istəsəydilər 40 milyonluq türkünün bu vaxta qədər təşkilatlanmasını çox sürətlə eləyə bilərdilər. Bizim indi son dövrlərdə xaricdə yaşayan güneylilərdən də, indi onların da artıq öyrəniblər, tarixi də bilirlər. Bunlardan da önə çıxan hələ ki yoxdur. Yox, burada bir məsələ budur. Mən hesab edirəm ki, birincisi mütləq güneyin ərazinin özündə yaşayan olacaq lider. Əgər lider anlamında nəzərdə tutursunuzsa, kənardan olmayacaq. O biraz çətin məsələdir kənardan. Nəyə görə? Məsələn, bu elə bir düzgün proqnoz vermək lazım prosesə. Düzgün qiymətləndirmək lazımdır vəziyyətdə. Onun üçün də o coğrafiyada yaşamalısan. Biz kənardan təxmini fikirlərimizi söyləyirik. Məsələn, bir də var o mühitdə, o havadasan, orada yaşayırsan və orada zindana düşürsən, orada tutulursan, orada əzilirsən, xalqla bir yerdə yoğrulursan və çıxırsan. Yəni, bu kənardan alınmır o qədər. Kənardakılar daha çox özünü sözçü sayır. Yəni, içəridəki qardaşlarımızın sözçüsü sayır. Məsələn, onların səsini çatdırmaq, ictimailəşdirmək, gedən prosesləri, müəyyən o diplomatik korpuslarla danışmaq, bu xarakterli funksiya yerinə yetirir. Belə kimsə deyə bilməz ki, mən güneydə, kənarda olanlardan bir mənalı belə söz sahibiyəm, istəsəm belə olar, məndən inciməsinlər, bəlkə də var mənə xəbərimiz yoxdur. Elə bir şey yoxdur. İndi bunu tez-tez də səsləndirirlər. Bu gün də görən bir neçə adamlar da belə səsləndirir ki, Azərbaycan və Türkiyənin buradakı mövqeyi ortaya çıxmadı, səssiz qaldı. Bayaq siz də işarə elədiniz, mən də o fikirdəyəm ki, Azərbaycanın özünün bir müstəqil dövlət kimi varlığı və Türkiyə kimi bir dövlətin varlığı
bir modeldir əslində ki, oradakı soydaşlarımız üçün, tək soydaşlarımız üçün, farsların özü üçün də bir modeldir ki, əslində bugün dünyəvi dövlət necə olmalıdır, insan haqları, azadlıqları hansı formada olmalıdır, bu bir qonşu dövlətlər üçün nümunədir. Sizcə Türkiyə və Azərbaycan bugünkü rolu nədən ibarət olmalıdır? Vallahi bu heç biri öz rolunu yerinə yetirmir. Məsələn, ümid elədiyimiz funksiyanı yerinə yetirmir. Yəni bir mənalı hər ikisi tənqidə layiqdir. Hər ikisi. Ümumiyyətlə bizim məsələn bu günə kimi görməli olduğumuz işlər olmalı idi. Onlar olmayıb Azərbaycan tərəfindən xüsusən. Və məsələn mən bilmirəm indi şəxsi fikrimdir daha çox. Biraz da prosesin ləngiməsi bizə sərfəldir. İranın gələcəyinin istəyir federasiya olsun, istəyir istiqlal. Nə qədər gec olarsa biz o qədər səhv edirik. Nəyə görə? Hazırlıq yoxdur. Yəni açıq-açığına bu görünür. Yəni hazırlıq yoxdur. Məsələn, tutalım ki, Qarabağ azad olunandan sonra o bayaq ki dedim o türklər iki yerə bölünür, nisbətən İrançı türklər. Məsələn, əvvəl tutaq ki, onlar özlərinə türk deməyənlər belə, amma indi məsələn özlərinə türk deyir. Yəni o aşağılıq kompleksindən çıxdılar, bir qürur yarandı, bir addım bir irəli getdilər. İkinci biraz da Türkiyənin açığı televiziyaları rol oynadı, bu seriallar filanlar məsələn maraq göstərdi. Onun da təsiri oldu. Həm Türkiyə dövlətinin güc kimi beynəlxalq müstəvidə müəyyən manevrləri təsir etdi və beləliklə orada proses, yəni milli kimlik baxımından, özünü tanıma baxımından bizim xeyrimizə gedir, ümumi götürəndə. Və bu İran coğrafiyasında da demək olar ki, bütün bölgələrdə türklər var və yayılıb. Və bu türklərin milli kimliyi olursa, İran coğrafiyasında səndən başqa heç kim hökm edə bilməz. Bizim problemimiz o milli şüur məsələsidir. Nəyə görə deyirəm ki, bu Azərbaycan burada görməli olduğu işləri görməyib. Məsələn, sizin özünüz də bu istiqamətdə çox uzun müddətli işləmiş bir insan kimi bilirsiniz ki. Məsələn, tutalım ki, biz oranın gənclərini bizim buradakı universitetlərdə, xüsusən humanitar sahələr üzrə çox böyük bir nəsil yetişdirə bilərdik. Çox böyük. Və bugün onlar orada o çox böyük işlər görə bilərdi. Yəni Azərbaycan universitetlərində təhsil almış. İndi bu məsələ vaxtı ilə 90-cı illərdə bu Dərbənddən də məsələn gəlib bizdə ana dili xüsusi üzrə güzəştli şərtlərlə burada oxuyanlar var idi gedəndə. Görünür ki, bu məsələ Azərbaycan tərəfdə həmişə maraqlı olub əslində. Bunu Azərbaycan belə bir kvota ayıra bilər universitetlərimiz üçün. Görünür bu İran tərəfindən arzu olunmur. Çünki Azərbaycan bayaq dedik ki, özü bir dənə göstərməlik, yəni insan bura gələndə buradakı dünyaviliyi görüb, qaydanda mütləq onun qarşılığını gözləyir. İndi Azərbaycanla bağlı dediyimiz məsələyə şəxsən öz fikrimdir. Azərbaycan həmişə balanslaşdırılmış siyasət verilir. Bu gün qonşularımızda bizim bir dənə düşmənimiz var idi. Məsələn, erməni idi. Artıq bununla da sülh prosesinə gedir. Azərbaycan sizə gəlmirmi ki, məsələn, gözləmə müqəddəmə sizin təşkilatınız da fəaliyyət göstərir də belə. Yəni Azərbaycan bundan yumşaq güc kimi istifadə edir. Sadəcə bizim özümüzün varlığımız, bax bizim mediamızın olmağı, biz öz dilimizdə danışmağımız, musiqilərimiz belə o cənuba təsir edir. Bəlkə də o yetişdirilməlidir. Bayaq ki, əvvəlinə dönürəm söhbətimizin ki, İranın ki indi zəifləmiş durumu var. Orada bizim soydaşlarımız hansı prosesi davam elətdirəm? Çünki hələ təşkilatlanma orada da baş verməyib. Bu fikrimi bu məsələ tamamlayım. Azərbaycan-Türkiyə məsələsi önəmli məsələdir. Yəni mən bilirəm nə deyirsiniz. Yəni o tutaq ki, dövlətin də gücü çatmır, təzyiq çox olur, o şeyləri eləyə bilmir. Məsələn, tutalım ki, biz orada nədə yardımcı ola bilərdik o tələbə məsələsində. Məsələn, biz məsələn çox gözəl bir Nadir Şah filmi çəkə bilərdik məsələn burada. Onu İran gəlib sənə mane ola bilməyəcək ki. Mən nə bilim Ağa Məhəmməd Şah Qacar filmi çəkə bilərdik və yaxud Səlcuqların liderlərindən birini götürüb film çəkə bilərdik. Yəni orada yəni maariflənməyə, milli ideoloji təfəkkürə, o tarix şüuruna ehtiyac var. Yəni əgər biz oraya Azərbaycan necə əgər məsələni qoyursa, bu ən önəmli hissəsidir elə məsələnin bu. Çünki bu bundan sonra da lazımdır hələ. Hələ bu məsələ bitməyib ki. Biz məsələn orada bu ideoloji baxımdan dəstək olmaq üçün, o kimlik şüurunun qayıtması üçün bu kimi şeylərə ehtiyac var. Məsələn, Mübariz İbrahimov filminə ehtiyac var. Ki oradakı o indi tək ora üçün deyil, bizim özümüzün üçün. Məsələn, Xocalı ilə bağlı film çəkə bilməmişik. Bəli. Mən yəni
hələlik oradan danışırıq deyə heç şey eləmirəm də. Yəni biraz burada dövlətimiz falan var. Orada çox pis vəziyyətdəyik. Bu məsələn şeylər İran dövlətinin təzyiqinə bir adiyyəti yoxdur və yaxud məsələn mən dəfələrlə müşahidə eləmişəm, küçələrdə sorğular keçir, Azərbaycan televiziyasına baxırsan, əhali baxmır. Niyə baxmır? Çünki orada şoular elə bir vəziyyət yaradıb ki, əhali diksinib, hər kəs internet televiziyalara baxır, internetlə şey eləməyə, məlumat əldə etməyə çalışır. Bunun əvəzinə məsələn orada nisbətən fərqli mövzular da qoymaq olar ki, ora üçün əhəmiyyətli olsun. Bu həm də indi bizim də problemimiz. Bax, bizim filmlərdə, hətta Sovet dövründə, Qaçaq Nəbi filmində deyir, Arazın o tayı deməyimdir, bu tayı deməyimdir. Hətta Sovet vaxtı ədəbiyyatımızın özündə belə Cənub mövzusu ayrıca təqdim olunurdu. Bugün Cənubla bağlı elə bil ki, arxa plana keçirildi. Bizim Qarabağ kimi bir problemimiz var idi, doğru. İndi ikinci bir problem, ikinci bir cəbhəmiz də olmağını istəmirdik. Amma bununla belə bir Azərbaycan prezidenti yer gələndə mən 50 milyonluq xalqın bir prezidentiyəm deyir. Yəni bunu da açıq-açıqlığına Azərbaycan yer gələndə bu cür irəli sürürdü. Sonra bir çox siyasi məhbusların çoxu gəlib Azərbaycan üzərindən Avropaya da çıxıbdı. Elə bir Azərbaycan bu vaxta qədər görəcək işləri mənə gəlir görür. Anladım sizi. Mən bir şey deyim. Azərbaycan məsələn indi belə deyək də nə istədiyini açıq deyə bilmir. Bəlkə də biz məsələn istiqlal istəyir, bəlkə daha çox şey istəyir. Hakimiyyətdir. Bu yəni bu bizim mövzu deyil. Yəni bu hakimiyyətin özünün o nə işlər görür, biz onu bilir. Bizim özümüzə düşən işlər var da və biz müşahidələrimizi deyə bilirik. Keçid Türkiyə. Məsələn, konkret olaraq Türkiyə rejimi müdafiə edir. Və etdi də. Bu məsələdə də etdi. Dövlətin iki mühüm adamı, həm Hakan Fidan, həm Dövlət Baxçalı açıqlama verdi və hakimiyyətin yanında oldu. Və bu da Azərbaycan milli hərəkatı ilə Türkiyə arasında məsafə yaradır. Yəni narazılıq yaradır. Güneylərin özündə belə narazılıq yaradır. Türkiyənin rejimi bu şəkildə müdafiə etməz. Bu rejim birbaşa türk düşmənidir. Və ikincisi də bu minlərlə və yaxud yüzlərlə insan öldürüb. Və bu insan haqları heç bir dövlətin daxili işi deyil. Və belə bir məsələdə Şərqin ən demokratik ölkəsi olan təkcə Türk dünyasının yox, Türkiyə Cumhuriyyətinin iki mühüm dövlət adamı tərəfindən yəni bu rejimin dəstəklənməsi istər-istəməz bir şey yaratdı. Bir müəyyən mənada toxundu o insanlara. Yəni mən əlaqələrimə və danışdığım eşitdiklərimə görə... Ola bilərmi? Biz hissi davranırıq, amma dövlət ağlı, soyuq başla ağlı. İndi Türkiyənin özünün içərisində bax, Suriyadan, İraqdan axışıb gəlmiş milyonlarla qaçqın var. Yəni hər hansı bir situasiya, Türkiyənin özü də bu saat hazır deyil. Əgər güneydə hər hansı bir ciddi proses baş versə, yaxud xarici müdaxilə olsa, onların böyük əksəriyyəti demək olar ki, Türkiyə gedəcək. Yəni onun özünü qaldırmağa da Türkiyənin özünün də hal-hazırdakı durumda bir şey çatmır elə gəlir. Mən məsələn bu açıq danışmaqlarım, mən düşünürəm ki, Türkiyənin daha çox Kürd məsələsi narahat edir. İranla bağlı, İranın parçalanması, dağılması məsələsində Türkiyənin bu mövzuda Azərbaycan türklərinin dəstəkləməməsinin birinci səbəbi Kürd faktorudur. Yəni bu hadisələr zamanında elə Pejakı filanı artıq İraq ərazisindən, nə bilim Suriya ərazisindən İrana keçiblər. Həm də silahlıdırlar. Silahlı keçiblər şeyə. Və Kürdlər bu məsələdə qorxuludur. Və Türkiyədə heç bir halda istəyir Suriya ərazisi olsun, istəyir İran dağılsın, İran coğrafiyası olsun, bir Kürd dövlətinin yaranmasına imkan vermək fikrində deyil. Və bunu İsrailin, Amerikanın projesi kimi baxır və özünə düşmənlərin demək burnunun dibində bir hərbi qərargah yaratmasına imkan vermək istəmir ki, sabah Türkiyə təhdid olsun. Və bu da gətirir, konkret problemimiz bizim buradan qaynaqlanır. Amma bu çıxış yolu deyil. Nəyə görə? Türkiyə İranın bütövlüyünü və yaxud da İranın rejimini qoruya bilməyəcək. Bu rejim istər-istəməz gedəcək. Ya burada ən düzgün olanı həm Türkiyə hakimiyyətinin, həm Azərbaycan hakimiyyətinin mümkün qədər maariflənmə işinə dəstək verməsidir. Məsələn, xaricdə təşkilatlar var.
və yaxud da hakimiyyətimiz, dövlətimizdir, seçsin güneylərin içindən birini özü çıxarsın. Məsələn, xaricdə yaşayanlar əgər heç birini qəbul etmirsə, birini çıxartsın. Böyütsün bunu. Böyütsün və elə bir dəstək versin bütün mənalarda, maddi, mənəvi, siyasi. Mövcud olan ərəb, bəluc, fars, kürd təşkilatları Azərbaycan türklərinin liderliyi elədiyi təşkilatın ətrafında cəmləşsin və İranın xilasını və onların hüquqlarını müdafiə edəcək güc kimi farsların şahını və farsların haqq mücahidlərini yox, Azərbaycan türklərinin filan təşkilatını görsün. Etmirik. İndi Zahir bəy, bunu bugün etmək lazım deyil. Hətta bax, indi 30 ildən çoxdur. Biz müstəqillikdə, bizim xaricdə diasporamızda formalaşıb. Heç biz Güney və Quzey Azərbaycanın diasporalarını birləşdirə bilmirik. Ümumiyyətlə, Türk dünyasının arasındakı bir birliyi də formalaşmayıb bu qurumların. Ona görə ola bilər biz İran bundan bu proseslərdən yerində qala bilir, amma çox zəif formada çıxacaq. Biz bundan sonraki etaplardan nəzərə almalıyıq ki, təşkilatlanma falan olsun ki, onları idarə edə bilsinlər. İndi xaricdə dedik, bu mitinqlərin bir qismi də bəzən Avropa ölkələrində də keçirilir. Biz orada görürük ki, İranın üstü şirinli olan bayrağını çıxardırlar və bizim Güneylilər də öz milli bayraqlarını çıxardı. Burada qarşı durma yaratmaq istəyən qüvvələr də var. Belə bir şeylər ola bilərmi ki, İranın özündə bayaq kürdləri də dediniz, etnik olaraq bir-birindən qarşı durma yaratmaq istəyən qüvvələr də var hər halda, bunu da sezirik. Biz bu situasiyada hansı formada davranmalıyıq? O kürdlərin bizlə, yoxsa farslarla? Bizlə kürdlərin də ola bilər ki, farslar onu yaratmaq istəsin. Mən hesab edirəm ki, məsələn, hakimiyyət, İran hakimiyyəti, rejim özü üçün çox ciddi təhlükə görən an o proses başlayacaq. İndi məsələn dedim ki, Türkiyədən bu məsələdə narazılığımızı bildiririk. Öz dövlətimizdir ona görə. Yoxsa mən gedib başqasının adını niyə çəkmirik ki? Yəni Türkiyə də bizim dövlətimizdir də. O an mütləq istifadə olunacaq. Hesab edirəm ki, çünki bu Ermənistan Azərbaycan arasında münaqişə kim yaratdı? Rusiya yaratdı birinci növbədə. Nəyə görə? Rejim dağılırdı, sistem dağılırdı. Üz-üzə qoyub parçala hökmsüz siyasət. Eyni şey metod bütün imperiyalar istifadə edir. Və o kürdlərdən təbii ki, istifadə edəcək. Kürdlərin də yetərincə silahı var və silahlıdırlar. Və bu istifadə olunacaq. Və burada artıq Türkiyə və Azərbaycan hesab edirəm ki, reaksiya verməlidir və yəqin ki, verəcək. Ümumiyyətlə, buna da bu da sonuncu sual. Yəni, hətta mən hərbi müdaxilədən danışıram. İstəyir Türkiyə, istəyir Azərbaycan. Yox, indi bax, götürək də Urmiya şəhərində tutaq ki, kürdlər silahlı bizim millətin başlayıblar qırmağa. Bu dövləti mən nə edirəm ki, ora kömək eləməyəcək. İndi o mərhələyə hər halda gəlib çıxmayacaq. Bu da sonuncu sualımız olsun. Ümumiyyətlə, bu məsələnin özünün indi bizim bir Türk xalqlarının özünün bir platforması var. Bunu hər dəfə genişləndirir. Türk dövlət təşkilatlarının artıq bir platforması var. Bu məsələni ümumiyyətlə buraya daşımaq, burada müzakirə eləmək necə olar? Ümumi Türk kontekstində bizim özümüzün oradakı problemlərimizi, Türk dövlət təşkilatları səviyyəsində. Təbii ki, olar və lazımdır və proses onsuz da o da olacaq. Sadəcə bugün məsələn Türk dövləti Azərbaycan və Türkiyə birinci bunlardır. Yəni avangard bu iki dövlətdir. Türk dünyasının prosesi aparan, əsasən uzlaşdıran, təkliflərlə çıxış edən və hələ bu ikisinin özü bu mövzuda həm həmrəy deyil, həm də siz dediyiniz siyasi məsələlərə görə tam bizim arzumuzca olan istəyi addımlara ata bilmirlər. Ora keçəndə artıq, tutaq ki, bu Türkistandakı dövlətlərimizə, onlar hələ bu iş üçün demək olar ki, hazır deyil. Yəni, özlərinin problemləri ilə məşğullar. Hər birində dövlətin siyasətinin qurulması prosesi gedir. Yəni, onlar Türkistanda dövlətlərin sürətli müstəqilləşmə prosesi gedir. Rusiyanın Ukraynada başı qarışıb, bu da bizim üçün çox böyük bir şansdır. İstəyir Qazaxıstan, istəyir Özbəkistan, hər biri. Dövlətlər güclənir, mövqelərini gücləndirirlər və bu İran mövzusunda, Güney Azərbaycan mövzusunda hələlik hesab edirəm ki, onlardan bir xüsusi bir şey gözləmirəm. Amma ictimai təşkilatlar vasitəsilə və tədricən bu proses ora ötürülməlidir. Çünki Türk dünyasının böyük bir hissəsidir
Güney Azərbaycan türkləri. Çox Bunu böyük bir niyə hissəsi. dedim? Bilirsiniz, cənab prezident də orada Türk dövlət təşkilatlarının iclaslarında bu məsələnin İrandakı soydaşlarımızın əslində hüquqlarının olmamağına bağlı məsələni dilə də gətiribdir. Yəni onlar da buna yabancı deyirlər. Ümumiyyətlə Türk dövlət təşkilatları tək Türk dövlətlərində yox, başqa dövlətlərin içərisində olan subyektlərdə olan türklərin də hüquqları ilə bağlı artıq gələcəkdə indi həmişə öz münasibətlərini də hesab edirəm ki, bildirməlidirlər. Əlbəttə, əslində məsələ necədir? Məsələn, bu İran məsələsi Türk dünyasının gələcəyi baxımından çox əhəmiyyətlidir. Çox əhəmiyyətli. Niyə əhəmiyyətlidir? Birincisi, bu dövlət Türk dövlətidir ilkin mərhələdə. Yəni, bu dövləti biz qurmuşuq. Bu dövlət 1925-ci ildən bizim əlimizdən çıxıb, yəni siyasi hakimiyyət və siyasi hakimiyyət əlimizdən çıxandan bu günə faş şovinizm hakimiyyəti götürüb bizim nə ana dilində təhsil almağımıza, nə türklüyümüzlə qürur duymağımıza, məsələn özümüzə biz türk demişik, onlar Azəri deyib ki, yəni tək özlərinə türk deməsinlər. Ki, yəni bir böyük bir baskı, böyük bir soyqırım həyata keçirilib bizə qarşı. Və bu dövlətin özü əslində türklərin dövlətidir. İran dövləti. Sadəcə biz orada siyasi hakimiyyəti uduzmuşuq. Əslində o körfəz İran körfəzi yox, Kəngər körfəzi. Kəngər. Və o körfəzdə yetərincə bizim Qaşqay qardaşlarımız yaşayır, türklər yaşayır məsələn də. İndi biz türklər olaraq o milli kimlik baxımından, milli kimlik şüuru baxımından İran coğrafiyasında problemlərimiz böyük olduğuna görə Tehranın az qala yarısı türkdür. Geridə qalan yarısını başqa xalqlar təşkil edir. Biz o şəhərə sahib olanmırıq. Çoxluqsan, amma azlıq orada səni idarə edir. Bu bizim qüsurumuzdur. Və türk dünyasına İran coğrafiyası nə üçün lazımdır? Azərbaycan türkləri, türklər 40 milyonluqdur ki, nə üçün lazımdır? Çünki bu konkret isti sulara çıxışdır. Bu çox strateji bir coğrafiyadır türk dünyasının gələcəyi üçün. Və onun üçün də oradakı türklərin ayaqlanması, sistemləşməsi, hazırlaşması, milli kimliyi ilə qürur duyması üçün bütün türk dövlətləri əlindən gələn etməlidir. Bu elə belə bir bölgə deyil, elə belə bir məsələ deyil. Siz təzəncə gətirin, təkcə Tehranda Azərbaycan Respublikasının əhalisi qədər türk yaşayır. Sən ondan necə belə sadəcə olaraq vaz keçirsən? Bayaq dediyimiz bir məsələyə gəlir. Güney məsələsi nə Bakıda, mən də hesab edirəm Bakıda, Ankarada yox, məhz Təbrizin özündə formalaşacaq bu məsələlər və biz bir vaxtda indi ayrı dövlət ola bilər, İranın tərkibində ola bilər. O da dünya türklərinin hüquqlarının qorunmağı da Türk dövlət təşkilatlarının da bir vəzifəsi hesab edirəm ki, olmalıdır. Mən təşəkkür edirəm gəldiyinizə görə bu məsələlər münasibətlə. Fikriniz ayrı bir toparlamaq istədiyiniz bir şey varsa? Mən də təşəkkür edirəm. Sadəcə olaraq mən də o razıyam ki, sizlə. Şübhəsiz ki, birinci özlərindən gələcək proses. Amma ikinci bir məsələ də bu hər bir şeyin bir xarici dəstəyi olur. Məsələn, bu İran rejimi niyə süquta gedir sürətlə? Xarici dəstək yoxdur. Dövlət təklənib, hakimiyyət təklənib. Məsələn, deyirdilər Rusiya, Çin 12 gün İsrail təyyarələri Tehranın səmasında sərbəst şəkildə bütün ölkəni bombardıman etdi. Düzdür? Yəni bunun xarici dəstəyi yoxdur ölkənin. İçəridən əhali ideoloji cəhətdən dönüb hakimiyyətdən nifrət edir, hakimiyyət iflasa gedir gözümüzün qabağında. Eyni zamanda orada xalqlar var. O xalqların hər birinin arxasında qüvvələr dayanır. Məsələn, tutaq ki, bilirik Kürdlərin arxasında kim dayanır məsələn. Ərəblərin arxasında kim dayanır filan. Azərbaycan türklərinin arxasında mütləq türk dünyasının özü dayanmalıdır birinci növbədə. Özü dayanmalıdır. Biz onlara bir də İranın indiki bu gün İran ki o dini istismar edir bu gün şiəliklə bir ideologiya yeridir. Artıq bu da köhnəlib və artıq buna İran əhalisinin özü də inanmır və ona görə bu rejimdə dağılmağa məhkumdur. Bir daha təşəkkür edirəm. Sağ olun. Şimdi bu məsələlərin bütün istiqamətlərdə müzakirə etmək olar. Amma bir şey bəllidir. Kimin nə istəməsindən asılı olmayaraq, hansı güc mərkəzinin nə istəməsindən asılı olmayaraq biz türklər özümüz olaraq, Azərbaycan türkləri olaraq istədiyimiz o bütöv müstəqil, demokratik, güclü bir Azərbaycan mütləq quracaq. İnşallah. Təşəkkürlər. Minnətdarım. Sağ olun.
Əziz izləyicilər, bu proqramımız sonuna çatdıq. Xatırladım ki, bugünkü qonağım Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlsoydu. Sağ olun, görüşənədək.